Ama mən bankda nə işlə məşğulam? Necə nə işlə məşğulsan? Nə iş görürəm? Hə, aha. Art direktor dizayn üzrə. Ay, sağ ol. Yaxşı. Ne oldu ki? Heç nə elə bilə onu soruşurdum. Yox, niyə soruşursan, Deyərəm sonra. Yaxşı. Alo, mama, sənə bir dənə sual verəcəm. Mən bankda nə iş görürəm? Nə işləyirəm? IT sahəsində. IT sayəsində nə? CEO. Hə, CEO-yam. Oldu. Səncə mən ofisdə nə işlə məşğulam? Bankda. Mən nə iş görürəm? Sən iclasda olursan, ya əcəl haqqında danışırsan, ya əcəl təlimi verirsən. Yeniliklər axtarırsan, test edirsən. Çox ən doğru. asasən. Çox doğru. Təşəkkür edirəm. Alo. Mama necəsən? Sağ ol. Mama bir dənə sual verim də sənə. Mən bankda nə işində işləyirəm? Siz təxəssüsü. Okey. Çox sağ ol. Radyo bankı. Yes. Mama, səncə mən ofisdə nə işlə məşğulam? Sənət daşıyırsan. Sənət daşıyıram. Başqa variantın yoxdur mu? Sən işin sənət daşı. Çay daşıyırsan, nə edirsən? Hə qızım. Mam, sənin bir dənə sualım var. Buyur. Səncə mən bankda nə işlə məşğulam? Program şeysən. Aha. Program piyolosfer. Hə, düzdür. Yaxşı, çox sağ ol, öpürəm. Demədim. Düzdür. Eşidirəm. Mama, səncə mən bütün günü ofisdə nə işlə məşğulam? Sahəm nədir mənim? Proqramist, Hansı sahə üzrə proqramistəm? bank işi üzrə, bank sistemində. Mama, вопрос такой. Mənim bir dənə dinən, mənim işimin, ümumiyyətlə pozisiyamın adı nədir? Mən nə iş görürəm vəbşə? Насколько мне известно, ты аналитик, да? Da, hə, analitik neyinir? Я не знаю, это что-то с программным обеспечением, по-моему, связано, нет? Ну да, чуть-чуть. Есть какие-нибудь подробности вообще? Знаешь что-нибудь? Точно нет. Не знаю, это я не могу точно сказать. Да что вы?